Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 39-cu dərs Həc və Allah yolunda çalışmaq. Dərsimiz 10 ayədən ibarətdir. Ayələr eləsi var əvvəldən, eləsi var ortadan. Yəni ona diqqət edək. Tam ayələr deyil hamısı. Və dəftərdə hər zaman dediyimiz kimi ayələri yazıb altından sözləri qeyd edirik. Nəinki lüğət tutmaq. Lüğət tutanda, yəni bilmirik hansı söz aiddir. Amma cümləni oxuyanda hər hansı bir sözü bilməyəndə altına baxıb ona daha rahat olar bizim üçün. Keçid alırıq ayəmizə. Əl-İmran surəsi 97-ci ayə. Bismillahirrahmanirrahim. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ وَلِلَّهِ Biz öyrəşmişdik ki, وَلِلَّهِ deyəndə, yəni Allah üçündür, Allaha məxsusdur. Amma burada Allah qarşısında deməliyik, daha düz olur cümlə tərcümədə. Alə üzərinə mənasında, yəni insanların üzərinə deyəndə baxanda, bəli, borc mənasında qeyd olunub. Yəni ki, insanların borcudur Allahın qarşısında. Hiccül bəyt, yəni həc evi, belə tərcümə edirik. Amma məna olaraq həc ziyarət etmək mənasındadır. Yəni, o evə həc ziyarət etmək insanların Allah qarşısında borcudur. Davamında ayə sona qədər deyil. Və mən və kim ki kəfərə inkar etdi fə innəllah, yəni burada borcdan söhbət gedir. Yəni borcu kim inkar etdisə fə innəllahə eləysə həqiqətən Allah ganiyyun ehtiyacsızdır, möhtac deyildir. Anil aləmin, yəni aləmlərə möhtac deyildir. Ehtiyacsızdır aləmlərdən. İkinci ayəmiz Nisa surəsi 76-cı ayədir. Bismillahirrahmanirrahim. Əlləzīnə əmənu, yəni o kəslər ki iman gətirib, yəni iman gətirən kəslər yuqatilunə yəni vuruşurlar. Fi dadə səbililləh, Allah yolunu deməkdir. Fi səbililləh, yəni Allah yolunda. İman gətirənlər Allah yolunda vuruşurlar. Vəllezine kəfəru və kafir olan kəslər isə yuqatilunə yəni vuruşurlar. Fi dadə səbilit tağut, yəni tağut yolunda. Tağut da yəni şeytandan söhbət gedir. Kafir olanlar isə tağut, şeytan yolunda vuruşurlar. Fəqatilu, fəilə isə qatilu, yəni vuruşun, əmr feilidir. Əvliyə, dostlar. Şeytan, yəni şeytanın dostları ilə. Yəni elə isə şeytanın dostları ilə vuruşun. Yəni kafirlərlə. Burada ilə mənası yox olsa da, yəni bu qatilu bir-birinə qarşılıqlı, yəni vuruşmadan söhbət gedir. Yəni elə isə şeytanın dostları ilə, yəni kafirlərlə vuruşun. İnnə həqiqətən keydə şeytan, yəni keydə hilə deməkdir. Şeytanın hiləsi kənə oldu idi daifən, yəni zəifdir. Şübhəsiz ki, şeytanın hiləsi zəifdir. İman gətirənlər Allah yolunda vuruşurlar. Kafir olanlar isə tağut, şeytan yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə kafirlərlə vuruşun. Şübhəsiz ki, şeytanın hiləsi zəifdir. Üçüncü ayəmiz Ənfal surəsi 39-cu ayədir. Bismillahirrahmanirrahim. Və qatiluhum, və onlarla vuruşun. Yəni qatilu vuruşun, hum onlar. Yəni onlarla vuruşun. Hətta, yəni hətta yaxud ta ki, yəni o vaxta qədər ki, lə inkarda təkunu oldu idi fitnə, yəni fitnə. Yəni fitnə olmadı, yəni fitnə qalmasın. Heç bir fitnə qalmasın. Yəni burada heç bir sözü olmasa da inkarla gedir bu cümləni bu formada. Tərcümə etsək daha doğru olur. Onlarla vuruşun ta ki heç bir fitnə qalmasın. Bu cümlə daha doğru olur. Yəni olmasın, qalmasın. Və yəkune. Və yəkune yenə də gələcək sözündəndir. Yəni və yəkune yəni olsun. Din, yəni din, kulluhu, yəni onun hər bir, lillahi Allaha məxsusdur. Yəni və onun bütün din Allaha məxsus olsun. Yəni ümumiyyətlə belə demək olar. Və bütün din Allaha məxsus olsun. Və bütün din Allaha məxsus olsun. Onlarla vuruşun ta ki heç bir fitnə qalmasın və bütün din Allaha məxsus olsun. Fə innəllahə elə isə şübhəsiz Allah bimə o şey ilə ya'maluna, yəni etdikləriniz bir şeylə bəsir, yəni görəndir. Belə də demək olar ki, şübhəsiz Allah onların nə etdiklərini biləndir. Yəni burada ya'malun, yəni etdikləri, onların etdikləri mənasındadır. Şübhəsiz Allah onların nə etdiklərini görəndir.
Dördüncü ayəmiz Ənfal surəsi 72-ci ayədir. Ənfal surəsi 72-ci ayə Bismillahirrahmanirrahim. İnnellezine amanu. İman gətirən kəslər və həcəru, yəni hicrət edənlər, həqiqətən deməli o kəslər ki iman gətirib hicrət edərlər və cəhədu, yəni hicrət etmək həm də köçmək deməkdir, köçənlər. Yəni şübhəsiz ki o kəslər ki iman gətirib hicrət edərlər ya da köçərlər və cəhədu və cihad edərlər bi əmvalihim, öz malları ilə, burada bir ilədir, him də öz, burada onlar olsa da yəni özlərinin malları kimi gedir və ənfusihim və öz nəfsləri, yəni öz canları desək daha yaxşı olar. Öz canı, indi burada bir sözü yoxdur, amma ilə mənasında yenə də gedir məna olaraq. Öz canları ilə fi səbilillah, yəni Allah yolunda, bunu artıq bilirik. Allah yolunda malları və canları ilə cihad edərlər. Sonra ulaikə, yəni onlar, yəni işarə əvəzli, ba'duhum, onların bəzisi, əvliyə, yəni dostdurlar. Ba'd, yəni bəzilərinin. Onların bəzilərinin dostdurlar. Amma elə bəzi demək yerinə belə daha rahat olar ki, onlar bir-birinə dostdurlar. Belə desək daha yaxşı olar. Yəni şübhəsiz o kəslər ki iman gətirib hicrət edərlər, köçərlər, Allah yolunda malları və öz canları ilə cihad edərlər. Onlar bir-birinə dostdurlar. Davam edirik 5-ci ayəmiz Ənfal surəsi 74-cü ayədir. Bismillahirrahmanirrahim. Vəllezine amanu, dikkat edin yəni bənzər ayədir. Vəllezine amanu və iman gətirən kəslər və həcəru və köçənlər yaxud hicrət edərlər və cəhədu və cihad edənlər fi səbilillah, Allah yolunda. İman gətirib köçənlər, Allah yolunda cihad edənlər vəllezine və o kəslər ki əvəv pənah verdilər, sığınacaq verdilər. Burada köçənlərə aiddir. Yəni o köçənlərə ki sığınacaq veriblər. Və nəsaru, kömək edirlər. Ulaikə, onlar, hum əsl mənada, əsl deməkdir, özləri. Əl-mu'minunə, mömindirlər. Həqqan, yəni həqiqi mənada, həqiqətən. Yəni həqiqətən onlar əsl möminlərdir. Və ləhum, onlar üçün məğfirah, yəni məğfirət, yəni bağışlanma var. Və rizqun və ruzi var. Kərim, tükənməz ruzi var. Və rizqun, kərim, yəni tükənməz ruzi var. Ümumi tərcümədə belədir ki, iman gətirib köçənlər, hicrət edənlər, Allah yolunda cihad edənlər və köçənlərə sığınacaq verib kömək edənlər, həqiqətən onlar əsl möminlərdir. Onlar üçün bağışlanma və tükənməz ruzi vardır. 6-cı ayəmiz Tövbə surəsi 12-ci ayədir. Və burada da ayə əvvəldən deyil, ortadadır və sonu da yoxdur. Yəni bizim üçün rahat olsun deyə söz-bə-söz tərcümə hamısı eləsək, zaten yeni sözlər çox olanda yadda qalmır. Demək, Bismillahirrahmanirrahim. Fəqatilu, fə elə isə qatilu, yəni vuruşun. Artıq bu dəfələrini bu söz oxuduq. Biz artıq və qatilu bir-birinizdən vuruşun mənasında gedir, amma belə də demək olar. Vuruşun, əimmə, başçılar, imamlar, öndə gedənlər, hər mənada tərcümə eləmək olar. Və əl-kufr, yəni belə deyək, əimmətəl kufri, yəni küfr başçıları. Yəni çünki ona bir-birinə bağlıdır vəsləli əliflə. Yəni küfr başçıları, küfrdə öndə gedənlər, küfür imamları ilə vuruşun. Burada ilə olmasa da qatilə demişdik, bir-birinə qarşı kimi gedir. Küfür başçıları ilə vuruşun. Belə daha gözəl olar tərcümə, daha doğru olar. İnnəhum, həqiqətən onlar, lə inkardır, əymənə, yəni əymənə andları. Andları, ləhum, yenə də onlar üçün. Yəni, onların həqiqətən andları yoxdur kimi tərcümə olunur. Küfür başçıları ilə vuruşun, onların həqiqətən andları yoxdur. 7-ci ayəmiz Tövbə surəsi 36-cı ayədir.
Və yenə ayəmiz əvvəldən deyil. Bismillahirrahmanirrahim. Və qatilul müşrikin. Yəni burada da görürsünüz vəslələr birləşib. Ona görə müşriklərə qarşı vuruşun. Kəffə, yəni hamılıqla. Bura qədər tərcümə eləsək ki, və qatilul müşrikinə kəffə. Yəni burada qatilu vuruşun deyəndə sizdən söhbət gedir. Yəni siz də müşriklərə qarşı hamılıqla vuruşun. Kəmə yəni necə ki, ya da bənzətmə kimi gedir. Yəni kim kimi, belə kəmə, kim kimin də onu qeyd edəcəyik. Yuqatilu vuruşduqları və demək yuqatilunakum daha doğrusu. Yəni sizə qarşı vuruşduqları kimi. Burada yenə kəffə, yəni hamılıqla. Yəni sizə qarşı hamılıqla vuruşduqları kimi siz də müşriklərə qarşı hamılıqla vuruşun mənasındadır. Davamında va'lamu və bağlacıdır i'lamu, yəni bilin ennəllahə, ennə burada ki deməkdir. Ki Allah mə'a birgədir əl-muttəqin, yəni müttəqilərlə. Və bilin ki Allah müttəqilərlədir ya da təqvalılarladır. Demək, sizə qarşı hamılıqla vuruşduqları kimi siz də müşriklərə qarşı hamılıqla vuruşun və bilin ki, Allah təqvalılarladır, yaxud da müttəqilərlədir. Bu da bizim Tövbə surəsi 36-cı ayəmiz. 8-ci ayə Həc surəsi 78-ci ayədir. Və burada çox sözlər hər zaman bir-birinə bənzəyir. Baxın, burada da eynən vəcəhidu Bismillahirrahmanirrahim. Vəcahidu yəni ki cihad edin fillahi, yəni Allahda cihad edin deyəndə burada fi daxilində, içərisində nə mənada gedə bilər? Təbii ki, yolunda, Allah yolunda biz cihad edə bilərik. Yəni burada fidə səbilillah sözü kimi var. O söz var, səbil sözü var. Amma yazmayıblar. Allah yolunda cihad edin. Həqqa, həqiqətən, cihadi, yəni həqiqi cihad ilə. Yəni həqiqi cihad ilə də deməsə, Azərbaycanca daha gözəl ki, layiqincə deyə bilərik. Yəni Allah yolunda layiqincə cihad edin. Davamında yenə axıra qədər deyil, sonra yenə tərcümədə, yəni ərəbcəsində və mə cəalə. Və mə cəalə, yəni ki, yəni cəalə biz bilirik ki, qərar verdi, təyin etdi. İndi burada belə deyək ki, burada mə isə inkarı bildirir. Mə cəalə və vermədi, təyin etmədi, yaxud vermədi. Aleykum. Aleykum, yəni sizin üçün, sizin üzərinizə fiddini, fi dadə, dində, din, yəni dində min harac. Biz demişdik ki, min damdən deməkdir, amma biz nə demişdik? Ondan əvvəlki ayələrdə yadınıza qalıbsa dərslərdə ki, o yerdədir ki, inkarla başlayır sözümüz və ardıca min gəlsə də belə o damdan heç bir mənasında kimi qeyd olunur. Harac da çətinlik kimi qeyd olunub, yəni harac çətinlik. Çətinlik yoxdur. Yəni burada yoxdur da demək olar ki, yəni necə biz deyirik və dində sizin üçün heç bir çətinlik yoxdur. Amma cəalə vermədi mənası. Yəni ki, və dində sizin üçün heç bir çətinlik təyin etmədi. Yəni dində çətin bir şey yoxdur. Belə deyək, bu formada da tərcümə edə bilərik. Hər hansısa formada tərcümə etsəz, hamısı doğrudur. Dində çətinlik yoxdur, dində sizin üçün heç bir çətinlik vermədi, qərar vermədi, təyin etmədi, belə də demək olar. Davam edirik. 9-cu ayə. 9-cu ayə Ənkəbut surəsi 6-cı ayədir. Bismillahirrahmanirrahim. Üzr istəyirəm. Və mən və kim ki cəhədə cihad edərsə, biz həmişə kim olan yerdə istərsiniz edərsə kimi gelir və kim cihad etdi, belə də demək. Kim və kim cihad etdi? Fə elə isə innəmə yalnız, yaxud da ancaq da demək olar. Yücəhidu cihad etmiş olar. Cihad etmiş olar. Li nəfsih. Li üçün nəfsih, nəfs can, hidə özünün. Yəni özü üçündür. Kim cihad edib,
Kim cihad edib, ancaq özü üçün cihad etmiş olar. Yəni burada edib deyəndə indi keçmiş zamanında cəhədə, ona görə kim cihad edərsə, Azərbaycanca daha gözəl olsun deyə kim cihad edərsə ancaq özü üçün, yəni özü üçün deyirik də, li-nəfsi, yəni öz nəfsinə görə, öz canı üçün edib də, yəni öz nəfsi üçün, yəni özü üçün cihad etmiş olar. Yəni belə tərcümə etmək daha düzdür. Kim cihad edərsə ancaq özü üçün cihad etmiş olar. İnnallaha, həqiqətən Allah, bu ayəni artıq bu daha doğrusu cümləni biz tərcümə etmişdik. İnnallaha lağaniyyun anil alamin. Yəni ki, həqiqətən Allah aləmlərdən ehtiyacsızdır, yaxud aləmlərə möhtac deyildir. Yəni heç kimə möhtac deyildir demək olar. Və sonuncu 10-cu ayəmiz Səf surəsi 11-ci ayədir. Səf surəsi Səf 11. Bismillahirrahmanirrahim. Tu'minune billahi. Tu'minune billahi. Yəni tu'minune iman gətirəsiniz. Baxın, burada cümlə iman gətirəsiniz kimi gedir. Billahi, yəni Allaha, bir burada ayə kimi gedir. Və rasulihi, və onun peyğəmbərinə. Allaha və onun peyğəmbərinə iman gətirəsiniz. Davamında və tucahidunə, və cihad edəsiniz fi səbilillah. 3 dəfə bunu tərcümə etmişik. Artıq ümumi tərcümə kimi gedir. Çünki artıq 3-cü kitabdayıq. Allah yolunda bi əmvələkum, daha doğrusu bi əmvəlikum. Demək, öz malınızla və ənfusikum, və öz canınızla. Allah yolunda malınızla, öz malınızla və öz canınızla cihad edəsiniz. Baxın, burada edəsiniz, orada elə bir cümlədir ki, indi davamını da oxuyum, sonra qeyd eləyəcəm. Zəlikum. Zəlikum, yəni bu mənasındadır. Xayrun, daha xeyirlidir. Ləkum, sizin üçün. İn, əgər kuntum, bilsəniz. Tə'ləmun, yəni əgər kuntum tə'ləmun bir yerdədir ki, oldunuz, daha doğrusu kuntum oldunuz idiniz, tə'ləmun, yəni bilsəniz. Yəni kuntum tə'ləmun sözü əgər bilsəniz. Yəni in kuntum tə'ləmun, əgər bilsəniz bu sizin üçün daha xeyirlidir. Yəni cümlə olaraq da ümumi tərcümə etsək belədir ki, Allaha və onun peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda öz malınızla və öz canınızla cihad edəsiniz. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Baxın, edəsiniz necə? Yəni, burada ayə nədən söhbət gedir? Ondan əvvəlki ayədə qeyd olunub ki, bilək ki, niyə bu cürə tərcümə edirik? Çünki ondan əvvəlki ayədə sual verilmişdi. Yəni, sizə elə bir ticarət göstərinmi ki, ey iman gətirənlər, sizi şiddətli əzabdan xilas etsin mənası. Burada sual verdiyinə görə, yəni burada deyir ki, o qazanc yolu budur ki, yəni bizi sadalayır. Yəni o qazanc yolu hansı qazanc yoludur, hansı ticarətdən söhbət gedir və burada da sadalayırıq. Ki, yəni bilək ki, nədən söhbət gedir ki, Allaha və onun peyğəmbərinə iman gətirəsiniz, Allah yolunda öz malınızla və öz canınızla cihad edəsiniz. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.